Kiməsə mənfi enerji ötürən adamlar həmişə var. İstəyərək bilərək edilən bir şeylərdir. Bizdə məsələlər olaraq nə bilim, ata-atın yanına bağlayanda belə olur, həm xasiyyət olur, həm rəng olmasa da. Bu çox doğru bir şeydir. Nə görmüsən, onu edirsən. Nəyə maruz qalırsansa, onu sən də tətbiq eləmək istəyirsən ki, için rahatlasın, için soyusun. Bu mənada gözümdən yaş gəlir, yuxuluyam, başım ağrıyır. Amma eyni zamanda da o qədər yararsız, boş yerə dil töküb də heç bir nəticə almayan ünsiyyətlər var, söhbətlər var, keçirilən zaman var, itkilər var. O qədər yazıq da bu illərə, bu zamanlara ki, sən deyirsən, bax, daş divar. Yəni də mənası yoxdur. Bundan pis başqa səs gəlir, o tərəfdən başqa səs gəlir də, düzdür? Doğrudan niyə belədir ki, bu divardan həmişə başqa səs gəlir, bilirəm də, o birisi tərəf ayrıdır. Dışarıda sosiallaşmaq, para harcamaq. Baxım, şey yanır. Bu niyə yandırmışam ki mən? Necə söndürüm? Turn off. Belə. Bəlli məqsədə xidmət edən bir qərar olur. İllər öncə o addımı atırsan, artıq ssenarini çözürsən, hekayəni var. Bundan sonra da heç nə eləməyin mənası yoxdur o mənada. Ssenarini çözdün, sular axır üstündən nə qədər çözülməyən, başa salınmayan, əldə olunmayan, heç nə nəticə verməyən dialoqlar sənə qırış olaraq qayıdır, stres olaraq qayıdır, üz ləkələri olaraq qayıdır. Ona görə sabahın hava proqnozuna baxmamışam, amma elə istəyirəm havalar indiki kimi keçsin, heç soyumasın. Telefonumu bir yerə qoymağa bir şeyim yoxdur. Sınıb qalıb. Xahiş edirəm ki, sən mənim üçün ol. Xahişlərim cavabsız qalır. O dəfə demişdi ya, biz endişələrimizi yazmaqla bağlı. Endişələrimizi yazmaqla bağlı. Dedi ki, nə endişələrini yazırsan, ikincisi də necə olmasını istəyərdin. Onu da yazırsan. Nə ineyim falan yox, nə ineyim o işlər düzəlsin yox. Necə olmasını istəyərdin. Hal-hazırda belədir, amma necə olmasını istəyərdin. Necə olsa rahat olardın, daha o şeyi düşünməzdin də. Keçərdin ayrı özünə təzə problemlər tapmağa, təzə istəklər. Onlar da alınmaz, necə gedərdi, hamar, nahamar belə.